Yanvarın 26-sında Fransanın Strasburg şəhərində Avropa Şurası Parlament Assambleyasının 2026-cı qış sesiyası öz işinə başlayıb. Bilirsiniz ki, Azərbaycan qeyri-müəyyən müddətə ümumiyyətlə Aşpadakı fəaliyyətini dayandırıb. Çünki Azərbaycan nümayəndə heyətinə etimadnamələrin verilməməsi istiqamətində müzakirə gedirdi. Və Azərbaycan nümayəndə heyəti də belə bir qərar verdi və onun üzərindən keçib, yəni üzərindən keçməsinə baxmayaraq Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı nələr danışılır maraqlıdır və bu dəfəki sessiyanın gündəliyinə ümumiyyətlə beynəlxalq təhlükəsizlik, regional məsələlər də daxil edilib, insan hüquqları, Avropanın siyasi gündəliyi və digər istiqamətləri xüsusilə vurğulaya bilərik və hüquq müdafiəçisi Əhməd Şahidov bu barədə danışacaq, çünki hazırda Strasburgda. Hər vaxtınız xeyir olsun Əhməd bəy. Buyurun, söz sizdədir. Nələri müşahidə etmişsiniz və gözləntilər ümumilikdə nədən ibarətdir? Zaman-zaman Azərbaycanla bağlı kifayət qədər sərt açıqlamalar verməyə çalışırlar. Oradakı deputatlar, şəxslər. Bu dəfə gözlənti nədir? Bunun üzərindən danışaq. Salam Çinara xanım, hər vaxtınız xeyir olsun. Mən də bütün ARB 24 izləyicilərini Fransanın Strasburg şəhərindən Avropa Şurası Parlament Assambleyasının qış sesiyasından salamlayıram. Bugün artıq ikinci gündür, sesiyanın ikinci günüdür. Bir neçə dəqiqədən sonra burada sesiya öz işinə başlayacaq. Bu dəfəki sesiyanın əsas gündəliyində ümumiyyətlə Avropanın özünün təhlükəsizliyi, suverenliyi məsələləri var və bir neçə təcili debat çağırılıb. Bunlardan birinin Qrenlandiyanın suverenliyi, toxunulmazlığı məsələsidir ki, bu Avropa ölkələrinin özünün ərazi bütövlüyü, suverenliyi məsələsini gündəmə daşıyır. Çünki son həftələr ABŞ prezidenti Donald Trump'ın Danimarkaya məxsus olan Qrenlandiyanın ilhaq ediləcəyi ilə bağlı açıqlamaları Avropa ölkələri arasında ciddi narahatlığa səbəb olub. Bu baxımdan Aşpanın qış sesiyasında bu məsələ ayrıca müzakirə olunacaq. Heç bir halda ölkələrin ərazi bütövlüyü və suverenliyindən geri addım atılmayacağı bildirilir. Qəribəsi ondan ibarətdir ki, son 30-35 il ərzində burada Azərbaycan dəfələrlə o zamanlar işğal altında olmuş Qarabağ və ətraf bölgələrin Azərbaycan Respublikasına məxsus olduğu ölkələrin ərazi bütövlüyü, suverenliyi məsələsini dəfələrlə bəyan etsə də bu məsələdə ikili standartlarla yanaşılırdı və rəsmi Bakı güzəşt edilməyə dəvət edilirdi. Burada bugün isə Avropanın özünün bu problemlə üzləşdiyi, bu baxımdan Avropa ölkələri, xüsusən də AŞPA üzvü olan ölkələr, xüsusən də ölkələrin ərazi bütövlüyü, suverenliyi məsələsinə önəm verirlər. Növbəti təcili debat çağırılacaq, yaxın şərqdə vəziyyət, Qəzza zolağında humanitar böhran, bu kimi məsələlər, insan haqları, uşaqların, qadınların hüquqları, təhlükəsizliyi məsələsi müzakirə olunacaq. Təbii ki, Ukrayna-Rusiya müharibəsi də ənənəvi olaraq müzakirə olunan mövzulardan biridir. Rusiyaya qarşı sanksiyaların daha da dərinləşməsi və xüsusən də bu dəfəki müzakirələrdə Rusiyanın daxilində siyasi müxaliflərlə əməkdaşlıq məsələsi müzakirə olunub. Qari Kasparov və digər ona yaxın Rus müxalifət nümayəndələri ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın əsası qoyulub rəsmi şəkildə və bu dəfəki sesiyada əsas natiqlərdən Moldova prezidenti Maya Sandu bir neçə dəqiqədən sonra binaya daxil olacaq. Onun bugün AŞPA üzvləri qarşısında çıxışı gözlənilir. Moldovada 2025-2026-cı illər AŞPA-da önəmli ölkəyə çevrilib. Moldovanın özünün təhlükəsizliyi, Avropanın təhlükəsizliyi məsələsi və xüsusən də prezident Maya Sandunun Moldovanın Rumıniya ilə birləşmək kimi çağırışı Avropada maraqla qarşılanır. Daha sonra Ermənistanın Xaricilər naziri Arrat Mirzoyanın da burada əsas çıxışçılar arasında adı çəkilir. O da ya bugün ya sabah AŞPA-da çıxış edəcək və Almaniyanın Ədliyyə naziri də burada çıxış edəcək. Azərbaycanla bağlı müəyyən tənqidi çıxışların gözlənildiyi ehtimalı yüksəkdir. Çünki bir neçə ildir ki, Azərbaycan nümayəndə heyəti, təkcə Azərbaycan deyil, Azərbaycan, Gürcüstan nümayəndə heyətləri
Avropa Şurası Parlament Assambleyasının iclaslarına qatılmırlar. Çünki hələ 2024-cü ildə Azərbaycan nümayəndə heyətinin qarşısına müəyyən şərtlər qoyulmuşdur. Onların əksəriyyəti, böyük əksəriyyəti qərəzli idi ki, bu şərtlər arasında Qarabağda olan separatçı rejimin nümayəndələrinin az qala siyasi vicdan məhbusu, siyasi məhbus kimi təqdim edilməsi və onların qeyri-şərtsiz azadlığa buraxılması məsələsi də var idi ki, bunların yerinə yetirmədiyi təqdirdə Aşpa'dakı Azərbaycan nümayəndə heyətinə qarşı belə bir sanksiya tətbiq olunurdu. Amma bu qərarın çıxarılmasına qədər artıq Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dondurdu və bu gün də Aşpa ilə Azərbaycan arasında münasibətlər o qədər ürək açan deyil. Hətta ölkə başçısı cənab İlham Əliyev də Davosda verdiyi müsahibədə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının qərəzli qərarlarına diqqət çəkərək ümumiyyətlə bu qurumlardan gələn hər hansı bir açıqlamaların Azərbaycanda cavab verilməyəcəyini bildirib. Bu baxımdan Aşpa ilə Azərbaycan arasında münasibətlər soyuqdur və xüsusən də son aylar ərzində Azərbaycanda baş verən proseslərlə bağlı yenə tənqidi çıxışların ediləcəyi gözlənilir. Bir tərəfli qaydada Azərbaycanın cavab hüququ tanınmadan burada Azərbaycan ünvanına tənqidi fikirlər səsləndirilir. Yəni sessiya yanvarın 30-una qədər davam edəcək və onu da xatırladım ki, dünən açılış mərasimində, yəni sessiyanın ilk günündə Aşpanın yeni prezidenti və vitse-prezidentləri seçildi. Avstriyadan olan xanım deputat Aşpanın yeni prezidenti seçildi. 19 vitse-prezident seçildi ki, bunlardan biri Türkiyə nümayəndə heyətinin rəhbəridir, digəri isə Ermənistan nümayəndə heyətinin rəhbəridir. Bunlar sırf protokol xarakterli seçkilərdir. Bu baxımdan Ermənistan nümayəndə heyətinin rəhbərinin Aşpa vitse-prezidenti seçilməyi burada səslənən, verilən qərarlara o qədər də təsir eləmir. Təşəkkürümüzü bildiririk. Əhməd bəy, kifayət qədər ətraflı məlumatı çatdırdınız. Avropa Şurası Parlament Assambleyası Strasburqda, yəni Fransa şəhərində fəaliyyətini davam etdirir. Artıq ikinci gün yaşanır və ikinci gün ərzində nələr gündəmdə ola bilər? Əhməd bəy elə Strasburqdan bizə məlumatları ötürdü və Azərbaycanla bağlı davamlı tənqidi bir yanaşma var ki, Azərbaycan prezidentinin açıqlamasını da elə Əhməd bəy xatırlatdı ki, artıq Azərbaycan bu fikirlərə münasibət bildirməyəcək. Həm də yeri gəlmişkən Azərbaycan nümayəndə heyəti onsuz da fəaliyyətini 2024-cü ildən etibarən Avropa Şurası Parlament Assambleyasında dondurub və bu baxımdan çıxışlarda yəqin ki, xatırlayırsınız hər biriniz. Avropa Şurası Parlament Assambleyasının qərarlarından, yanaşmasından Azərbaycan narazıdır. Xüsusilə də Azərbaycan lideri də digər rəsmi şəxslər də vurğulayıblar ki, onsuz da bu vaxta qədər də Avropa Şurası Parlament Assambleyası müəyyən məsələlərdə Azərbaycana təzyiq göstərməyə çalışır. Yəni insan hüquqları və digər məsələlər daha öncə də gündəlikdə var idi, amma Azərbaycanın həyata keçirdiyi vətən müharibəsindən sonra, daha sonraki antiterror əməliyyatlarından sonra sanki Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibəti daha ciddi formada dəyişdi və əvvəl deyilən istiqamətlərə əməl olunmayıb deyə indi Azərbaycanla bağlı qərarlar verməyə çalışırlar ki, ondan öncə Azərbaycan nümayəndə heyəti özü Aşpa'dakı fəaliyyətini dayandırmaqla, dondurmaqla bağlı qərar verdi. Hansı müddətə? Bu müddət bəlli deyil.